olunmuş evə gedirik. Xalaoğlu biraz sıçıb batırıb, amma mən onun yanındayım. Axırıncı dəfə sən bunu deyəndə 50 nəfər 3 saat çırpmışdı məni. Uşaqlar evə girdik. Xalaoğluya da bir dənə kamera verirəm. Hələlik ayrılıb 1 saat sonra burada görüşəcəyik. Bu tərk edilmiş evdə nə tapacağımıza baxaq. Bu köhnə evdə bəzi qəribə işarələr var. Bu ev haqqında demişdilər ki, evin bibisi buradakı ailəyə cadu edilmiş. Sonra bir gecə hamı yoxa çıxıb. Deyirlər, hələ də bibinin səsi eşidilirmiş evdə. Salam uşaqlar, hələ ki gözə çarpacaq tək şey bu oyuncağı tapmışam. Nəsə pox iyisi alıram. Yenə mənim başıma patlayacaq deyəsən. Bu otaq çox qaranlıq olduğu üçün gecə görüşünü açdım. Bayaq elə bir nəsə səs eşitdim. Sıçıb batırmamaq üçün palit eləmədən Xalaoğlunun yanına gedəcəm. Bütün günü içirəm. Dua zad da öyrənə bilməmişəm ki, oxuyum indi. Birləşdik uşaqlar, vaxt keçsin deyə yüngülvarı vurub sonra yenə dağılışacağıq. Sən ol bayaq nəsə səs eşitdin. Bəsdir də çox dızman uşaqsan. Hələ ki başımıza qorxulu bir şey gəlməyib. Deyirəm axı osturaq söhbətdir belə şeylər. Təzədən bölüşdük uşaqlar. Xalaoğlunu da piyan yolladım, getsin gəzsin evdə. Prosto bura gəlməyimiz yüngül vaxt itkisi oldu. O uğraşın üzündən Taylandda 2 həftə zooparkda ağzımı cırdılar mənim. Niyə dalınca qaçırdın? Nə özün bilirsən, bu aralar qızlarla az görüşürəm. Tuta bilmədim də qızı adamı yandıran odur. Yenə şükür mənim başıma bir şey gəlmir. Bayaq o qızı qovalayan kim idi? Cındır yenə məni qoydu qaçdı. Bayaq ki kələ elə bilir mən idim qızın dalıyca düşən. İnşallah tapmaz məni. Hələ ki gizlənmişəm. Nəsə ayaq səsi yaxınlaşır, kameranı söndürürəm. Uşaqlar, bayaqkını yağıncı gördünüz kamerada. İçəridə Xalaoğlu ilə bir şeylər yaşayır. Bu uşaq qaçmağı öyrənənmədi də. Hava biraz da işıqlansın, gedib kömək eləyəcəm. Xalaoğluya yenə nəsə olub. Bayaq riski hava almağım gəldi deyə çıxdım çölə gələndə bu vəziyyətdə tapdım. Bunu buradan aparmağa nəsə tapım, davam edək. Xalaoğlu oyanmasa da nəfəs alır. O arabanı da buradan tapdım. Sizlərə məlumat verəcəm. Öpürəm hamınızı.